Naxçıvan Azərbaycanın zəngin tarixə malik ərazilərindən biridir. Azərbaycanın Naxçıvan Memarlıq Məktəbi 12-ci əsrdən daha da inkişaf etmiş, çoxlu tarixi memarlıq abidələri yaranmışdır. Naxçıvanda müxtəlif dövrlərə aid qalalar, xatirə abidələri, ictimai və siyasi binalar inşa olunmuşdur. Bu abidələrin çox az bir qismi günümüzə dək gəlib çıxmışdır. Tarixi mənbələrdə tikilmə tarihi 1187-ci il kimi qeyd edilən Atabəylər Məscidi, memar Əcəm yaradıcılığına aid nümunələrdəndir. Məscid 20-ci əsrin əvvəlində dağıldığından günümüzə gəlib çatmamışdır. Bu memarlıq abidəsinin plan-məkan quruluşu haqqında 19-cu əsrdə çəkilmiş rəsmlər və fotolar vasitəsilə məlumat ala bilirik. Naxçıvanın mədəniyyət nümunələrindən biri də Kəngərli rayonunda yerləşən Qarabağlar türbə kompleksidir. Kompleks türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binadan ibarətdir. Zaman keçdikcə dağıntıya məruz qalmış kompleksin yuxarı hissələri uçmuş, kitabələrinin çox hissəsi ovulub tökülmüşdür. Abidədəki dağılmış kitabəyə əsasən bu kompleksin tikilməsi Hülakilər dövlətinin başçısı Hülaki xanın həyat yoldaşı Cahan Quti xatın ilə bağlıdır. Quti xatın sarayda böyük nüfuza malik olmuş, ağlı və bacarığı sayəsində dövlətin idarə olunmasına iştirak etmişdir. Türbənin divarları daşdan, günbəzi kərpiçdən, yerüstü hissəsi daş kürsülü üzərində inşa edilmişdir. Bəzi mənbələrdə türbənin 12-ci əsrə, minarələri birləşdirən baş dağın isə 14-cü əsrə aid olduğu bildirilir. Türbənin səthi firuzəyi kaşılarla həndəsi ornamentli küfi və nəsx xətli kitabələr ilə bəzədilmişdir. Nəsx xət küfi xətti əsasında yaranmış sadə, rahat oxunuşlu, kalliqrafik yazı növüdür. Naxçıvanın türk İslam mədəniyyəti abidələrindən biri, orta əsr mənbələrində kəsik günbəz kimi qeyd edilən, xalq arasında Gülüstan türbəsi adlandırılan, Culfa rayonunda Araz çayının sol sahilində inşa edilən türbədir. Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər üslubi xüsusiyyətlərinə, həndəsi naxışlarının təhlilinə əsaslanaraq türbəni 12-ci, 13-cü əsrə aid edirlər. Bu naxış və ornamentləri Möminə xatun türbəsinin ornamentləri ilə müqayisə etmək olar. Möminə xatun türbəsində olduğu kimi bu türbənin də üst örtüyü keçən müddət ərzində təbii qüvvələrin təsirindən dağılaraq sıradan çıxmış, dövrümüzdə restavrasiya edilmişdir. Restavrasiya köhnəlmiş və ya zədələnmiş memarlıq abidəsinin incəsənət əsərinin ilkin formasına uyğun olan yenilənməsi, bərpa edilməsidir. Gülüstan türbəsinin də interyeri bir çox Azərbaycan türbələrində olduğu kimi saya, yəni bir rənglidir. Bütünlüklə qırmızı tufdan ucaldılan türbənin yalnız qatlar arası iç günbəzi kərpicdən yığılmışdır. Tuf vulkanik mənşəli dağ süxurudur. Yaxşı inşaat materialı olan tuf qırmızı, çəhrayı, bənövşəyi, narıncı rənglərdə olur. Türbənin daş üzərində oyulmuş ornamentləri zənginliyi, incəliyi və mürəkkəbliyi ilə seçilir. Gülüstan türbəsi də digər abidələr kimi iki hissədən, sərdabə və türbədən ibarətdir. Sərdabə bir və ya bir neçə tanınmış şəxsiyyətin bastırıldığı üstü örtülü tikili qəbir, türbə isə onların xatirəsinə ucaldılmış məqbərədir. Gülüstan türbəsinin digərlərindən fərqi sərdabəsinin yerin altında deyil, səthindən yuxarıda inşasıdır. Yuxarı hissəsi isə 12 üzlü güllədən ibarətdir. Vaxtilə torpağın altında qalan və sonradan üzə çıxarılmış orta əsr Azərbaycan memarlığının nümunələrindən sayılan Naxçıvan şəhər buzxanasıdır. Naxçıvan qalanın altından keçən kəhrizin bir qolu buzxananın yaxınlığında tapılmışdır. Kəhrizdən gələn su binanın zirzəmisinə doldurularaq qışda dondurulmuş, buzun əriməməsi üçün suya saman da əlavə edilmişdir. Buzxana havaların isti vaxtlarında əhalinin buza olan tələbatını ödəmiş, ərzaq məhsullarını uzun müddət saxlamalarına kömək olmuşdur. Tarixi memarlıq xüsusiyyətlərinə görə abidə 12-ci, 14-cü əsrlərə aid edilir. Azərbaycandakı ən böyük buzxanalardan biri olan abidə düzbucaqlı formada inşa olunmuş, uzunluğu 20 metr, divarlarının qalınlığı 1 metr, hündürlüyü isə hazırda 10 metrə yaxındır. Orta əsrlərə aid belə abidələrdən biri də Ordubad buzxanasıdır.